Değerli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmi izləyiciləri, özünə ideal 07 alıb sürmək istəyən izləyicilər videoyu diqqətlə baxın. Deməli, maşının məlumatlarını həm mən qeyd edəcəm, həm də bax o əmi də oradadır, qeyd edəcək. Salam əleykum Elbursan, bazar olsun. Məlumatları qeyd edəcək, zəhmət olmasın. 2008-dir. Bezdetal. Amma rəhlənən yerləri var. Rəhlənən yerləri var. Aha. 91 mində probekt üstündə. Orijinal 91 min probeklə Göyçay maşın bazarına gəlib. Qiymət nədir? Qiymət, son qiymət 78 manat. 7800 manat son qiymət. Nömrə üstündə qalacaq. Bu heç. Bez detal. Yəni, amma belə deyək də, rəhləyən yerləri var maşınımızın. 91 min orijinal probeklə, yürüşlə Göyçay maşın bazarına gəlib satışa 7800 son qiymətdir. Yəni qiymətə görə heç kim narahat eləməsin. Bu qiymətdə, bu probektdə, orijinal 91 min probektdə belə bir qiymətə 07 Azərbaycanda yoxdur. Bəlkə də var, minimum qiymət 10 min, 11 min və daha yüksək. Görürsünüz, maşın sahibi, yəni stəkan yerindən belə göstərib ki, bunu özüm bağla, yetimin deyir, dilin anası bilir. Mənə şey, yəni salondakı maşallah, maşallah. Yəni oturacaqlarda cızıqdan, sökükdən belə söz gedə bilməz. Baxırıq. İnjektor motor, akkumulatoru yeni, motorxana gül kimi, təkərlər yeni. Yəni kosmetik işə ehtiyacı falan yoxdur. Bu maşın sizə maraqlı gələrsə, maşın sahibinin nömrəsi 055 aha 913 32 46. 055 913 32 46 maşın sahibinin adı yadımdan çıxdı. Talih. Maşına Göyçayda baxmaq mümkündür. Talih, barter. Yox, Nağd pula ehtiyac var. Barterimiz yoxdur, nağd pula. 91 min getmiş 07 Göyçay bazarında. Gəlin, baxın, nömrəyə zəng vurun, maşına yaxından baxın, sürün. Gələn ustası ilə gəlsin. Gələn ustası ilə gəlsin, bu qədər.